Əslində bizim atdığımız bütün addımlar bizim keçmişdə və gələcəyə doğru hamısı indiki zamanda bizim beynimizdə baş verir. Ona görə də məsələn baxın, bura məsələn keçmişsə, keçmiş var, indiki zaman və gələcək zaman. Keçmiş zamandan, məsələn mən indiki zamanda nə düşünürəmsə, keçmiş zamandan bura gətirirəm. Məsələn mən düşünürəm ki, keçmiş zamanda bir hadisə baş verib, məsələn bir konflikt yaranıbsa, bir yaxşı bir şey də ola bilər. Mən onu indiki zamana gətirirəm və duyğu əsasında bunu yaşamağa başlayıram. Gələcəyə doğru da bu belədir. Mən nəsə öz həyatımla bağlı nəsə düşünürəmsə, gələcəyə doğru ya yaxşı ya pis bir şey ola bilər. Mən bu duyğunu indiki zamana gətirirəm və avtomatik olaraq indiki zamanda o duyğunu yaşamağa başlayıram. Ona görə də məsələn manifestasiyanın əsasında bu deyilir ki, siz nə istəyəndəsə o duyğu əsasında istəyirsiniz. Çünki duyğu bizim indiki zamanda bədənimizi yaşayacaq, gələcəkdə olan bir şeyə hazırlamaq prosesi. Yəni əsas olan bizim o duyğu cəhətdən onu hiss etməyimizdir.